63 yaşlı Gülbəz nənə Şamaxının idman cəmiyyətinə yaxşı tanışdı. Nəvəsi Soltan Əhmədi idman dərslərinə gətirməklə taekvondoya marağı yaranan Gülbəz nənə yaşlı olmasına baxmayaraq özü də bu idmanla məşğul olmağa başlayıb. O nəvəsinin ən etibarlı və çılğın azarkeşidir. Bu idman növünə həddən artıq həvəs göstərən nənə internetdə kadrlara baxmaqla taekvondonun qaydalarını da öyrənməyə nail olub. Bununla da o yarış vaxtı hakimlik edə bilir. Buradan gidəndə vaxtım olandan olana evdə də məşğul oluram uşaqlarla. Qoy idmanla məşğul olsun. İdman sağlamlıqdır. Vətənə layıqlı evlad yetişdirir idman. İdman hər şeyi gözün açır uşaqların. Gülbəz nənə cavanlığından da zəhmətə qatlaşan, əməksevər və gümrah bir insan olub. Gənc yaşlarında da idmanla arabir məşğul olan Gülbəz Eyyubova qabaqcıl işçi olduğu üçün ümumilli lider Heydər Əliyev ona avtomobildə hədiyyə edib. Kişilərdən heç də geri qalmayan Gülbəz nənə Şamaxıda ilk xanım sürücüdür. Nəvəmi idmana aparıram. Özümdən asılı olmayaraq, görürsən ki, idmanda bir balaca hərəkət edən kimi əsəbləşirəm ki, yaxşı döyüş, yaxşı vırış. Mən yoldaşımla razıyam. O cahil vaxtı qız uşağı olanda maşın sürürdü, yaxşı işləyirdi, hörmətli idi, nətərdi, qoç idi. Hazırda da nəvəmi aparıb Şamaxıda idmanla məşğul, özü də çox sevir. Ona görə də balamın nəvəmi idmanla məşğul olmağa öz aparıb gətirir. Bir sözlə, idmanın yaşı yoxdur. Günümüzdə oturaq həyat tərzi keçirənlərin sayının çoxluq təşkil etdiyini nəzərə alsaq, Gülbəz nənə bu baxımdan hamıya örnək olmalıdır. Gülgəz Mustafayeva, Cavanşir Səfəddinoğlu, Şamaxı.